elə bir şeydən danışmaq istəyirəm ki, əməli və praktik edilməsə belə adama ağır günah yazılır. Ali İmran surəsi 183-cü ayədə oxuyuruq. Qul, yəni ey Muhammed sallallahu aleyhi və səlləm, Yahudilərə de, sizə məndən öncə də elçilər gəlmişdi. Sizə, yəni kimlərə? Yahudilərin atalarına aydın və kifayət edici dəlillərlə gəlmişdilər və dediyiniz şeylə, yəni dediyiniz qurbanlıqla gəlmişdilər. Məqsəd Zəkəriyyə, Yəhyə və onların bütün peyğəmbərləridir. Fəlimə qatəltumuhum, bəs nə üçün onları öldürdünüz? Halbuki əllərində sizin istədiyiniz dəlil vardı. İn kuntum sadiqin, əgər doğru deyirsinizsə. Sual yaranır. Nə üçün Həzrət Muhammedin sallallahu aleyhi və səlləm dövründəki Yahudilərə deyilir ki, bəs nə üçün siz Allahın elçilərini öldürdünüz? Axı aradan bu qədər fasilə keçib, axı 7-ci əsrdəki Yahudilərlə eramızdan öncəki Yahudilər arasında fərq vardı və yeni nəsil peyğəmbərləri şəxsən öldürməmişdilər. Peyğəmbərin dövründəki Yahudilər öncəki peyğəmbərləri öldürməmişdilər. Lakin onların daxili meyilləri və düşüncələri peyğəmbərləri öldürmüş kəslərin lehinə idi. Bu üzdən Allah onları qatil adlandırır. Çünki bu cinayət əməlinə onların razılıqları və meyilləri vardı. Sən bir günah etmək fikrinə düşsən, nə qədər ki o günahı etməmişsən, sənə heç bir günah yazılmaz. Beynində günahı çək-çevir et, amma etmədiyin halda yazılmır. Allah o qədər mərhəmətlidir ki, hətta günah edən kimi adama möhlət verir. Bəlkə tövbə edər. Hətta o qədər mərhəmətlidir ki, yaxşılıqlar pislikləri silər. Lakin bir şey var ki, onu əməl etməsən, sadəcə qəlbində razılıq etsən, öl, əccəb oldu, zor elədilər desən belə, bu sənə günah kimi yazılmasına bəs edər. Hədisdə deyir, əgər bir nəfər məşriqdə öldürülərsə, məğribdə olan bir nəfər onun öldürülməsinə razı olarsa, Allah dərgahında qətlə razı qalan kəs qatil ilə şərik hesab edilir. Hədisdə oxuyuruq. Haqsızlıq və zülm edənə kömək edən və buna razı qalan hər üçü bu zülmdə şərikdirlər. Bəs bir müsəlman nə edə bilər? Haqsızlıq qarşısında durmağın 3 mərhələsi var. 1. Əməli ilə, 2. Dili ilə, 3. Qəlbi ilə. Əgər dünyanın hansısa bir yerində bir müsəlmana haqsız yerə zülm edilirsə, ola bilər ona əməli şəkildə kömək edə bilməyəsən. Ola bilər dilin ilə söz deyə bilməyəsən. Ola bilər ki, həqiqətən gücün çatmasın. Ola bilər nədənsə qorxasan və s. Başa düşüləndir. Lakin üçüncü də var. Qəlb. Əsla imkan vermə ki, zülm və haqsızlığa razılıq qəlbinə yol tapsın. Əsla. Get hər gün heç olmasa namazdan sonra Allahın qarşısında de. İlahi, məni bağışla. Mənim gücüm çatmaya bilər. Qorxa da bilərəm. Yaxud hansısa bir səbəb ola bilər. Lakin mən qəlbən zülm və haqsızlığa nifrət edirəm. Xahiş edirəm məni bu işə şərik etmə. Yer üzündə zülm və haqsızlığa məruz qalan bütün müsəlmanların dadına mən çata bilməsəm də və ya çata bilmirəmsə də, çata biləcək kəsləri müvəffəq və qalib et.